Bir sıra şəxslərin pensiyalarına əlavələr ediləcək. Məsələ nədən ibarətdir? Şəxs pensiya yaşına çatdığı halda yenə işləməyə davam edərsə, onun əmək pensiyası artırılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır? Bu suala aydınlıq gətirmək üçün deputat Vüqar Bayramov Asan TV-yə bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır. İşləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən bir, 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür. Alınan məbləğ isə pensiyaya əlavə olunur. Məsələn, vətəndaş 700 manat pensiya alır, onun işlədiyi müddətdə hesabında 8000 manatlıq yığım varsa, həmin məbləğ, yəni 8000 manat 72-yə bölünür. Alınan məbləğ isə pensiyasına əlavə edilir.